13 aprel 1977-ci ildə anadan olan Anar Ələkbərov Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xüsusi çəkisi olan, müasir idarə etmə yanaşmaları və dərin intellekti ilə seçilən, ölkəmizin inkişafına davamlı töhfələr verən görkəmli ictimai xadimlərdən biridir. Onun çoxşaxəli fəaliyyəti, xüsusilə dövlət idarəçiliyi, humanitar və sosial sahələrdə həyata keçirdiyi uğurlu layihələr, ölkənin gələcəyinə yönələn strateji yanaşmaları ilə cəmiyyətimizdə böyük rəğbət və etimad qazanmasına səbəb olmuşdur. Anar Ələkbərov Heydər Əliyev Fondunun icraçı direktoru kimi təhsil, səhiyyə, mədəniyyət və sosial rifah sahələrində saysız-hesabsız layihələrin reallaşdırılmasında mühüm rol oynamış, bu layihələr vasitəsilə ölkəmizin dayanıqlı inkişafına, vətəndaşların rifahının yüksəldilməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən proqramlar həm Azərbaycanın müxtəlif bölgələrində, həm də beynəlxalq miqyasda mədəni irsimizin tanıdılmasına, milli dəyərlərimizin qorunub saxlanılmasına və təbliğinə yönəlmişdir. O, həmçinin xeyriyyəçilik və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə tanınır. Disiplin Azərbaycanda öz əsərinin beynəlxalq inaugurasiyasının təqdimatını həyata keçirir. We too will be united. Friendship, relation. Peşəkar fəaliyyəti ilə yanaşı Anar müəllim yüksək insani keyfiyyətləri ilə də fərqlənir. Onun təvazökarlığı, əməksevərliyi və vətənə bağlılığı həmkarları və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən böyük hörmətlə qarşılanır. Bu keyfiyyətlər onun yalnız peşəkar sahədə deyil, şəxsi münasibətlərdə də nüfuz sahibi olmasına səbəb olmuşdur. Leyla Aliyeva fans olaraq biz də bu əlamətdar gündə hörmətli Anar Ələkbərovu səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti, bitib tükənməyən enerji ilə daha böyük uğurlara imza atmasını arzulayırıq. Əminik ki, Anar müəllimin dövlət və cəmiyyət naminə yorulmaz fəaliyyəti gələcək illərdə də Azərbaycanımızın tərəqqisinə və xalqımızın rifahına xidmət edəcəkdir. Ad gününüz mübarək, Anar müəllim. Sizin kimi ziyalı və fədakar insanların fəaliyyəti hər zaman nümunə və qürur mənbəyidir.